əziz şagirdlər, bugün noyabrın 30-da olan RFM təbiət fənnindən sınağın izahını vermək istəyirəm. Birinci sualda göstəribdir ki, aşağıdakı şəkillərdə hansı orqanlar sistemi yoxdur? Qan-damar sistemi A-da göstərilibdir, tənəffüs sistemi B-də, sinir sistemi D-də, amma ifraza sistemi burada yoxdur. Şəkillərdə amma həzm sistemi var. Ona görə də C variantıdır. Yəni C olan həzm sistemini verməyiblər orada 4 dənə seçənəyin içərisində. İnsan orqanizmində bədənin müxtəlif nahiyələrindən toplanmış venoz qan ilk olaraq ürəyin hansı kamerasına daxil olur? Biz bilirik ki, ürəyin sol tərəfindən çıxan arterial qan, sol mədəcindən bütün orqanlara oksigeni paylayıb oradan karbon qazlarını yığıb qayıdarkən venoz qan kimi qayıdır və ürəyin sağ tərəfinə qayıtmalıdır. Çünki venoz qan ürəyin sağ tərəfində olur. Və ürəyə qayıdarkən qanı qəbul edən ürəyin qulaqçıqlarıdır. Ona görə də sağ tərəfin qulaqçığı olacaq, yəni sağ qulaqçıq. Üçüncü sualda deyir, verilmiş hansı hadisələr zamanı zərrəciklər arasındakı məsafə artır? Baxaq görək. Birincidə yağışın yağmasını göstəribdir. Yağış yağarkən bilirik ki, buluddan soyma nəticəsində, yəni buxardan maye hala keçmiş olur. Suyun buxar halının sıxlığı maye halının sıxlığından azdır. Yəni buxar halında olan su molekulları bir-birindən daha uzaqdır. Və bu zaman yağış yağarkən molekullar arası yaxınlaşır bir-birinə, məsafə azalır. Ona görə də birincini çıxacağıq, səhv olacaq. Spirt buxarlanarkən spirt maye halından qaz halına keçmiş olur. Maye halında molekullar arasında məsafə daha yaxındır, yəni sıxlıq çoxdur. Amma buxarlananda molekullar arasında məsafə azalır, artır uzaqlaşdığı üçün, yəni sıxlıq azalır. Ona görə ikinci daha düzgündür. Üçüncüdə suyun donması verilibdir. Suyun maye və bərk hallarından söhbət gedir burada. Biz bilirik ki, suda maye və bərk halının sıxlığı başqa maddələrdən fərqlənir. Çünki suyun maye halının sıxlığı bərk halının sıxlığından daha çoxdur. Su əgər donursa, demək ki, suyun maye halından bərk halına keçir. Maye halda olan suyun molekulları bir-birinə yaxın idi. İndi buza çevrildi, bir-birindən uzaqlaşdı. Ona görə bu da düzgün olacaq. Cavabımız 2-3 olacaq. Dördüncüdə göstəribdir birinci məməli, ikinci şəkildə də amfibi göstəribdir. Salamandranın şəklinə oxşuyur bu. Birinci üçün yazıbdır, birinci tərəf üçün, yəni məməlilər üçün yazılıbdır. Xəzi var, bu doğrudur. Soyuqqanlıdır, xeyr. İstiqanlı heyvanlardır məməlilər. Onurğalıdır, bəli. Onurğasızdır amfibi, xeyr. Onurğalıdır, o da. Ağciyər və dəri tənəffüsü bəli var. Pulcuqlu dəri yoxdur, xeyr. O zaman bizdən yanlışları soruşduğu üçün 3, 2 və 6 olacaq. 2, 3, 6. Verilmiş diaqramda X ilə işarələnmiş hissəyə hansılarını yazmaq olar? Burada görürük ki, qıcı, iynəyarpaqlı və çiçəkli bitki verilibdir. Hər üçünün kökü var, bəli, ortaq götürülə bilər. Gövdələri də var, onu da götürə bilərik. Meyvə, toxum. Meyvə, toxum çiçəkli bitkilərə aiddir. Toxum təkcə iynəyarpaqlara aiddir. Yəni iynəyarpaqlara bunlardan toxum aiddir, meyvəsi olmur. Çiçəkdir, çiçəkli bitkilərə, spordur, qıcıya aiddir. Ona görə ancaq 1 ilə 2-ni ortaq götürə bilərik. Aşağıdakı cihazların hansında elektrik enerjisi kinetik və istilik enerjisinə çevrilir? Burada həm istilik verib, həm hərəkət gördüyümüz fen olacaq A variantındakı. Çünki hərəkətlə bağlıdır kinetik enerji. İstiliyi də bilirik ki, istilik temperaturunun artmasını göstərir, görmüş olacaq fen işləyərkən. Keçək digər suallarımıza. Demək, burada göstərilibdir bizə qolun açan və bükən əzələlərini. Biz bilirik ki, bazunun ön tərəfindəki, yəni A ilə göstərdiyi bükən əzələdir, qolumuzu bükür. 2 başlı əzələ, yəni 2 başlı bükən əzələ və B açan əzələ 3 başlı əzələdir. Baxaq, A deyir 3 başlıdır, getdi. B 2 başlıdır, xeyr, 3 başlı oldu. A 2 başlıdır, bəli, və lifləri qısalmışdır. Qol bükülmüş vəziyyətdə olduğu üçün burada əzələ yığılıbdır. Ona görə də yığılıb yoğunlaşıbdır. Yəni qısalmış olur. Yığıldığı üçün qısalmış olur. Doğru cavab C variantıdır. Ürək mədəciklərinin əzələli divarları yığılır və qanı damarlara qovaraq onun hərəkətini təmin edir. Bu proses əsasən itələmə qüvvəsinə əsaslanır təbii ki. Düşən şua ilə qayıdan şua arasındakı bucaq 80-dır, 80 dərəcədir göstərilibdir.
və qayıtma bucağını müəyyən etdir. Biz bilirik ki, düşən və qayıdan bucaqlar həmişə bir-birinə bərabər olmuş olur. Yəni belə bir göstərsək, düşdü və qayıtdı bu şəkildə və bu ikisi birlikdə 80 olduğu üçün 40 düşmə bucağıdır, 40 da qayıtma bucağıdır. Ona görə də qayıtma bucağımız olacaq 40. Şəkildə qabağa daş atılır və görürük ki, atılmamışdan qabaq şkala 60-ı göstərirdi burada və 80-a qədər qalxıbdı. Plusda 10 ml də çıxıbdı xaricə. Ona görə də həm 60-80 arası 20, plusda 10 çölə çıxdığı üçün 10 da üstünə gəlsək, edəcək 30 ml olmuş olacaq daşın həcmi. Şəkildə fotosintez prosesi göstərilibdir. Fotosintezdə bilirik ki, daxil olan olur qaz, yəni X karbon qazı, xaric olan qaz oksigen olur, yəni Y oksigen olur və Z aşağıdan torpaqdan suyun gəldiyini göstərir, o da olur su. Z olur demək ki, su. Sonra keçdik digər suallara. Suya qənaət edilməsi, kanallarla suyun daşınması və suyun təkrar istifadəsi hansı təbii fəlakətin təsirini azalda bilər? Suya qənaət etmək təbii ki, su qıtlığının, yəni quraqlığın təsirini azalda bilər. Ona görə də C variantıdır. Hansı fikir fosil yanacaq növlərinə aid deyil? Tükənən, bərpa olunmayan təbii ehtiyatlar doğrudur. Yalnız su həvzələrinin dərinliklərində xeyr, müxtəlif quru səthində dərinliklərindən tapılır. Toplanır orada da. Enerji istehsalının 90% fosil yanacağın payına düşür. Bəli, demək burada səhv olan elə B variantı oldu. O birisləri oxumağa ehtiyac yoxdur. Aşağıda verilənlərdən hansının bilavasitə səbəbi qırmızı qan hüceyrələrində hemoqlobin molekullarının azalmasıdır? Biz bilirik ki, qanda hemoqlobinin funksiyası, işi özünə qazları birləşdirərək, əsasən də oksigen qazını hüceyrələrə daşımaqda, yəni qanda daşıması üçündür hemoqlobin oksigeni. Əgər bu azalıbdırsa, demək ki, oksigenin çatışmazlığı baş verəcək toxumalarda. Ona görə də olacaq B variantı. Təbiətdə suyun dövranına aid fikirlərdən hansı doğrudur? Kondensasiya suyun maye halından buxar halına keçməsidir. Kondensləşmə buxarın mayeləşməsinə deyirik. Bu səhv olacaq. Temperaturun azalması daha çox suyun buxarlanmasına səbəb olur. Xeyr, əksinə buxar temperaturun azalması zamanı su biraz da donmuş olar. Buxarlanmaz. Təbiətdə suyun dövranı yalnız okeanlar üzərində baş verir. Xeyr, bu da səhvdir. Hər bir su hövzəsindən su buxarlanır, havaya qalxır, havada buluda çevrilir. Buluddan soyuma nəticəsində yağış olur, yağış da su hövzələrinə toplanır. Yağıntılar təbiətdə suyun dövranı nəticəsində baş verir. Bəli, bu doğru fikirdir. Verilmiş qida zəncirinə əsasən doğru variantı deyək. Demək, canlıların 3 əsas qrupu, yəni aləmi əks olunmuşdur. Demək, burada bir bitki görürəm. Və sonrakilər heyvanlardır. Burada 3 yox, 2 dənə aləm görürük. Demək, A səhv olur. 2 yırtıcı və 1 şikar canlı əks olunmuşdur. Baxaq, 2 yırtıcı deyir. Yırtıcı başqa heyvanlarla qidalanandır. Qartal, ilandan qidalanır. İlan siçandan qidalanır. Siçan yırtıcı deyil, ot yeyəndir. Burada oldu bizim 2 yırtıcımız. Bir şikarımız varmış. Şikar yırtıcının yediyidir. Məsələn, bir burada şikar ilandır. İlan da siçanı yediyi üçün siçan da şikardır. Ona görə bir şikar yox, 2 şikar olmalıydı. Getdi. Siçanların sayının artması ilanların sayının azalmasından nəticələnəcək. Siçanlar artsa ilanın qidasıdır siçan. Siçanlar artanda ilanın sayı artacaq, azalmayacaq. Bu da səhvdir. Həm yırtıcı, həm də şikar ola biləcək bir canlı əks olunmuşdur. Baxın, burada ilan həm şikar vəzifəsindədir, yəni rolundadır. Yəni qartal ilanı yeyir. Eyni zamanda o da siçanı yediyi üçün həm də yırtıcı rolundadır. Hər ikisinin rolunda olan olur ilan, bir dənə odur. Ona görə də bu düzgündür. Anticisimciklər nədir? Biz bilirik ki, anticisimciklər orqanizmə düşən zərərli mikroorqanizmlərə qarşı bizim hüceyrələrimizdə, qan hüceyrələrimizdə yaranan xüsusi zülallardır. Sahib orqanizmə düşmüş patogenlər deyil, bu getdi. Sahib orqanizmə düşmüş patogenlərin hazırladığı, patogen hazırlamır bu maddələri. Bizim bədənimizdə qan hüceyrələri yaradır. Sahib orqanizm tərəfindən patogenləri məhv etmək üçün hazırlanmış xüsusi maddədir, düzdür.
Bu düzdür. Qırmızı qan hüceyrələrinin xeyir. Biz bilirik ki, bu işi görən ağ qan hüceyrələridir, qırmızı yox. Doğru uyğunluğu müəyyən edin. Yəni biz doğruları doğruda, yanlışları da yanlışda axtarmalıyıq ki, uyğunluq olsun. Doğrunun aşağısında yazılıbdır ki, ərimiş maddə yerin daxilində hərəkət edərsə lava, xaricində hərəkət edərsə maqmadır. Əksini yazıbdır, tərsinə yazıbdır. Əksində içəridə hərəkət edəndə maqma idi, çöldə hərəkət edəndə lava idi. Ona görə bu səhv fikirdir. Etna İtaliyada yerləşən aktiv bir vulkandır. Düzdür bu. Azərbaycan, Avrasiya, Ərəbistan litosfer tavalarının toqquşmasında yerləşir. Bu da düzgündür. Yanlışlarda vulkan və zəlzələlər əsasən litosfer tavalarının sərhədlərində yerləşir. Düzgündür. Vulkanizmin yerin nüvə qatında, nüvə yox, mantia qatında olmalı idi. Ona görə bu səhvdir. Deməli, uyğunluğu axtarırıqsa doğrunun altındakı doğruları, yəni 2-ni, 3-ü, yanlışın altındakı yanlışı, yəni 5-i götürməliyik. Yəni 2, 3, 5. Kütləsi 10 kiloqram olan taxta qutuya şaquli yuxarı yönəlmiş 20 Newton qüvvə təsir edir. Döşəmənin qutuya təsir göstərdiyi reaksiya qüvvəsinin qiymətini tapın. Biz birinci tapsaq F bərabərdir mg'dən, F ağırlıq qüvvəsini mg'dən tapanda burada görürük ki, m'imiz 10 kiloqramdır. Vuraq onu, yerdə gedir söhbət ona. O da eləsin 100 Newton. Və biz bilirik ki, reaksiya qüvvəsi, dayağın reaksiya qüvvəsini tapmaq üçün onu geriyə çəkən qüvvəni, yəni 20 Newtonu ağırlıq qüvvəsindən çıxmalıyıq. Ona görə də 100-dən 20-ni çıxsaq, edəcək 80 Newton. Sonra 20-də deyir, hansı doğru deyil? Qum su qarışığını süzməklə ayırmaq olar, doğrudur. Xörək duzu su qarışığını buxarlandırmaqla doğrudur, ayırmaq olar. Dəmir tozu qumu maqnitlə, dəmir olan bir qarışığı bəli, maqnitlə təsir edib ayıra bilərik. Çünki dəmir maqnitə cəzb olunan bir maddədir, metaldır. Şəkər tozu su ilə qarışdığı və eyni cinsli bir homogen qarışıq əmələ gətirdiyi üçün ələməklə ayıra bilmərik onu. Ona görə də D variantı doğru deyil. İçərisində su olan sınaq şüşələrinə X, Y, Z mayeləri ardıcıllıqla əlavə olunur və 3 müxtəlif qarışıq əmələ gəlir. Birincidə gördüyümüzə görə, bax, səhvi soruşur bizdən, doğru deyil deyir. X-in su ilə qarışığı homogen bir qarışıq göstəribdir bizə, yəni qarışdı tamamilə itdi, eyni cinsli sayılacaq bu, homogendir. A doğrudur, X su ilə homogen qarışıq əmələ gətirir, biz səhvləri axtarırıq. Y su ilə heterogen qarışıq yaradıbdır və Y-in sıxlığı sudan artıqdır deyə aşağı çökübdür. Y mayesinin sıxlığı suyun sıxlığından çoxdur. Bəli, bu da səhv deyil, doğrudur. Z-in amma sıxlığı sudan daha az olduğu üçün suyun üstündə qalıbdır. Və ona görə də baxaq görək nə deyir Z üçün. Z-də su qarışığını buxarlandırmaqla ayırmaq olar. Biz bilirik ki, buxarlandırma homogen qarışıqları bir-birində həll olmuş qarışığı maddəni buxarlandırmaqla ayırmaq olar. Burada heterogen qarışıqdır, ona görə də doğru olmaz. Y suda həll olmayan mayedir. Bəli, həll olsaydı dibə çökməzdi. Ona görə də cavab C olacaq. Sonra bərabər qollu tərəzidə göstərilibdir nə? X, Y, Z cisimləri ilə 7 və 13 qram kütlələr tarazlıqdadır. Burada məsələn tərəzinin, birinci tərəzinin qolunda X ilə 7 qramlıq daşı qoyublar. Y ilə də 13 qramlıq daşı qoyublar və tarazlığa düşübdür. İkinci tərəzidə isə göstəribdir X olan bir cisimlə Y-i birlikdə qoyublar. O tərəfə də digər qoluna da Z-i qoyublar. Və bizə şərtdə veribdir ki, X-in kütləsi Y-in kütləsindən 2 dəfə çox olarsa, Z-in kütləsini hesablayın. Bu birinci tərəziyə baxaraq bərabərliyi yazsaq, X plus, bir dəqiqə, yazsaq ki, X plus, bircə dəqiqə, yaxşı yazmadı. Demək belə. Deməli, yazılıbdır birinci tərəzi üçün. Yaza bilərik ki, X üstə gəl 7 bərabərdir tarazlıqda olduğu üçün Y ilə
Y-lə 13 qram. Bunlar beləcə tarazlıqdadırlar. Onda bizə də şərtdə veribdir ki, x-in kütləsi y-in kütləsindən 2 dəfə çox olarsa. Onda x-in yerinə 2y yazsam, üstünə də 7 gəlsəm, bərabərdir 7 plus 13'ü yazsam olduğu kimi, yer dəyişib 2y, bu 2y olmuşdu. 2y çıx bu tərəfdən y-i. Burada niyə 7 yazdım ki mən? Yerlərini dəyişmişdim. Axı 7'ni bura keçirmişdim. Burada 7'dir. Qoy bunu silək. Burada y durmalıydı. 7 yox. Y. Y-i keçirdik indi bu tərəfə. 2y-dən y çıxdıq və 13'dən də 7'ni çıxdıq. Və buradan y tapdıq 6. Ondan sonra x şərtdə verilmişdi ki 2 dəfə çox idi. Ona görə x-ə 2y kimi baxa bilərik. O da orada x-in kütləsi edəcək 2 vur 6, yəni 12 etmiş olacaq. Z-i də tapmaq üçün buradakı tərəziyə baxsaq z bərabər idi. İkinci tərəziyə baxsaq x-lə y-in cəminə. Ona görə də bizim 6 ilə 12'ni toplamağımız lazımdır. Onda z eləyəcək 18. Cavab olacaq 18. Keçdik, deməli, günəş paneli ilə bağlı testimizə. Demək, burada yazılıbdır ki, bizə verilibdir ki, 1 kvadrat metr günəş panelinə 1 saniyə ərzində düşən enerji 1000 jouldur. Bu panel enerjinin yalnız 20%-ni elektrik enerjisinə çevirə bilir və 10 saniyə günəşdən əldə olan enerji ilə neçə saniyə televizor işlətmək olar və bir televizor işləyərkən 1 saniyədə 100 joule enerji sərf edir kimi göstəribdir bizə. Gəlin baxaq. Deməli, birinci baxırıq nəyə? Panelin 1 saniyədə elektrikə çevirdiyi enerjini tapsaq, 1000 joule vuracaq. Yaxınlaşdıraq. 1000 joule. Deməli, yazaq 1000 joule 20%-ni tapaq. Olsun 20%. Biləsin 200 kilojoule. Və 10 saniyədə nə qədər enerji yaranar? 1 saniyədəkini tapmışdıq burada. İndi 10 saniyədəkini tapmaq üçün 200 joule ona vuraq. 2000 joule eləsin. Ondan sonra bizə 10 saniyədə alınan enerjini tapdıq. İndi televizorun işləmə müddətini tapmalıyıq. Televizorun işləmə müddəti nə qədər olar deyir. Neçə saniyə televizor işlətmək olar deyir bizə. 2000 joule da aldığımız o 2000 joule. 2000 joule da bölək 1 saniyədə işlədilənə, yəni 100-ə. O da etsin 20 saniyə. Belə, bu da oldu 23-cü sualımız. 24'də suyun dövranı verilibdir, göstərilibdir 1, 2, 3, 4 rəqəmləri ilə proseslər. Deyir, təbiətdə mütəmadi olaraq su dövranı baş verir və şəkildə verilmiş hansı mərhələdə kondensasiya baş verir. Kondensasiya bilirik ki, buxarların mayeyə çevrilməsidir. Buxarlar mayeyə nə vaxt çevrilir? Yağış yağarkən. O zaman 2-dən 3'ə keçərkən, yəni 3'də deyə bilərik kondensasiyanın baş verdiyini. Şəkildə qarpız, daş və taxtanın kütləsi eyni olarsa, onlara təsir edən Arximед qüvvələrini müqayisə edin. Biz bilirik ki, kütlələri bərabər cisimlərə eyni qədər Arximед qüvvəsi təsir edir. Ona görə də üçünün də bərabər olduğu olacaq A variantı.